Yanmış nahiyə diş pastasının çəkilməsi doğrudurmu? Bu bizim ölkədə çox yayılmış, xalq arasında yayılmış müalicə metodundan biridir. Bəs həqiqətən bunun bir faydası varmı, yoxsa bu yanlış yayılmış bir məlumatdırmı? Bu gün bunu araşdıraq. Belə ki, yanmış nahiyə ilkin etapda diş pastasının çəkilməsi həmin pastanın tərkibində olan mentolun təsirindən dolayı olacaq ki, qısaca bir sərinlik hissi əmələ gətirir. Və bu bizə düşündürür bəzi hallarda ki, okey, həmin nahiyyə sərinləyir, deməli sağalma da baş verir. Əslində isə bu tamamilə əks istiqamətdə irəliləyən bir prosesdir. Belə ki, həmin nahiyyə diş pastasının çəkilməsi yanmış hissədən istiliyin atılmasının qarşısını alır. Belə ki, həmin nahiyyə yanıbsa, oradan istilik atılmalıdır. Bu çox önəmlidir ki, soyusun və sağalma prosesi də başlasın. Ancaq dediyim kimi diş pastası bu istiliyi geriyə, yəni yanmış hissəyə həbs edir və bu həbs nəticəsində sağalma prosesi ləngiyir. İkinci nüans ondan ibarətdir ki, diş pastasının tərkibində min bir cür kimyəvi maddə var və bu həmin kimyəvi maddələr bəlkə dişdəki, belə deyək, ərklərin sökülməsində bizə fayda edə bilər, ancaq bu kimyəvi maddələr qoruyucu bariyeri pozulmuş dəri nahiyəsində əksinə qıcıqlanmalara səbəb olur ki, bu qıcıqlanmalar da ekstra iltihabi prosesi artıra bilər və sağalmanı daha da ləngidə bilər. Digər tərəfdən bu diş pastası müəyyən müddətdən sonra təbii ki, quruyur və o nahiyəyə yapışır. Yapışma zamanı isə, yapışdıqdan sonra isə daha doğrusu bu diş pastası qalığını oradan götürmək də dərini yenidən zədələnməsinə səbəb ola bilər. Və digər tərəfdən də ki, diş pastasının tərkibində hər hansısa bir antibakterial maddə yoxdur. Yəni orada baş verəcək ekstra iltihabi proseslərin qarşısını alacaq bir şey yoxdur və bunun nəticəsində açıq dəri nahiyəsi, açıq hansı ki, bu nahiyədə qanla birbaşa təmas var və bu digər tərəfdən infeksion proseslərin yaranmasına təkan verir. Bu yüzdəndir ki, bu sadadığım səbəblərdən dolayıdır ki, yanmış nahiyə qəti şəkildə diş pastası çəkmək olmaz. Bəs nə etmək lazımdır? O zaman həmin nahiyəni 15-20 dəqiqə ilıq, soyuğa yaxın suyun altında saxlamaq lazımdır, yəni yumaq lazımdır. Niyə görə ilığa yaxın, daha doğrusu soyuğa yaxın ilıq? Çünki soyuq su və yaxud da ora belə deyək, buz kompresləri qoyarsanız, buz qoyarsınız, bu da yenidən toxumanın zədələnməsinə səbəb olur, sağalmanı gecikdirir. Buna görə də buz kimi su yox, soyuğa yaxın su ilə 15-20 dəqiqə altında həmin nahiyəni saxlamaq lazımdır. Daha sonra isə steril kompreslə bu nahiyəni örtmək lazımdır. Steril kompres nədir? Yəni ki, tamamilə dezinfeksiya edilmiş kompreslər, hər hansısa bir bakteriya ilə təsirdə olmayan, yaxşı olar ki, bu steril kompreslər aptekdən alınsın. O zaman daha güvənli olur, sterilliyi daha yüksək olur. Eyni zamanda digər tərəfdən yanmış nahiyə yağın çəkilməsi, un səpilməsi yaxud da qatıq qoyulması da yenə məsləhət görülmür. Çünki bu maddələrin də tərkibində olan, belə deyək ki, özlərinin kimyəvi strukturları yenə həmin nahiyədə iltihabi proses yarada bilər, sağalmanı gecikdirə bilər və yaxud da qıcıqlanma yaradıb yenə də ekstra sağalma prosesini ləngidə bilər. İzlədiyiniz üçün təşəkkürlər. Bir də son 10 dəfə unutmadan onu da qeyd edim ki, əgər yanıq sahəsi böyükdürsə, o zaman təcili şəkildə həkimə müraciət etmək lazımdır. Təşəkkürlər.